Assalamu aleykum əziz dostlar. Bugün hardayıq? Bugün gözəl bizim qaxımızda. Dostlar, mükəmməl, çox gözəl. Belə geniş darvaza ilə bir dənə darvazanı göstər. Deməli bizim mərkəzi yoldan üzü İlisuya qalxanda yoldan deməzdim 100 metrə, 70-80 metrə içəridə mükəmməl dostlar. 2 dənə belə ev. Baxın, bir həyətdə 2 dənə belə ev satışa çıxır. Deməli dostlar, bir dənə belə izah edeyim də sizə inşallah. Evin arxa tərəfi dağlardır. Arxa tərəf dağdır. İstirahətə gəlmək istəyənlər, Bakılılara müraciət edirəm, rayonlarımıza müraciət, şəhərlərimizə müraciət. Gəncədən Qax İlisudan, Qax başdan, yəni Qax İlisu, Qax baş həmən də yoldur. Kim istirahət üçün, alıb kiraya vermək üçün, günlük kiraya vermək üçün və yaxud da istəyir gəlib ailəvi yaşamaqdan ötəri, o mükəmməl. 2 əmoğlu, 2 dayıoğlu, xalaoğlu fərqi yoxdur. 2 dost ala bilər. Və ya da buranı alar, oranı kiraya verər. Nətər ürək istəyir. Deməli dostlar, həyəti də görürsünüz. Ev çox mükəmməl. Obşi 4 sota yaxın həyətdə tikilib ev. Həyətin krant suyu, dağ suyu gəlir. Özü bizə burada dağ suyudur. Həyətdə krant suyu, evin işığı, qazı, deməli, hər bir sistemi var. Gir yaşa, istər qışda yaşa, istər yayda yaşa, həyət sanitar qovşağı. İndi inşallah zənginizi gözləyir. Kim belə mükəmməl evə sahib olmaq istəyirsə, qax başda. Bakılılar da gəlsin, istirahət eləsin. Hamı Azərbaycan, canımız qurban hamımızda. İnşallah buradan bir dənə göstər, bir dənə girişdə. Dostlar, girişdə bir dənə belə dəmir dərvaza. Və dostlar, burada baxın, girişdə belə qəşəng sanitar qovşağı. Baxın, başa kimi kafe vurur. Belə burada bir dənə müəllikə. Bir dənə müəllikə. Və operator zəhmət olunca bir dənə buranı göstər. Burada kuxnası, kuxna qastinisi belə. Kuxna qastinisi. Burada uşaq otağı. Uşaq otağı bir dənə mükəmməl. Bütün evimiz aboydan çıxıb. Ev aboylu, təmirli, nətər lazımsa. Burada da bir dənə qəşəng bir dənə otaq. Dostlar, ev rigerlə, kəmərlə, çox möhkəm, çornu polu vurulub. Yəni, qalın taxta ilə zakaznoy. Kuxna mebeldə belə. Əşyaları qalır. Ev sahibi dediyinə görə əşyalı zatı verir. Belə əşyalı hazır, təmirli hazır edir. Gir yaşa da, kostyumla gəl, gir yaşa. Kim istəyir gözəl qaxımızdan, gözəl bizim yaraşıqlı qaxımızdan belə bir evlər sahib olmaq istəyirsə, gəl operator zəhmət olunca ikincisində çəkər. Və əziz dostlar, burada belə bir kebabxana kimi də istifadə edə bilərsiniz. Belə yaxud da yağışda, yağmurda, qarda maşın saxlamaqda bir qəşəng həyət var. Burada bir dənə belə sanitar qovşağı var. Həyətin sanitar qovşağı var. Buranı operator çək zəhmət olmasa. Bu həyət üçün. Və burada da belə hind edə bilərsiniz. Yəni hal-hazırda toyuq saxlanılır. Ev sahibi toyuq saxlayır. Bu da bizim gözəl dostumuz Turan qardaş. Qaxdan. Bizim gözəl dostumuz Turan qardaş. Və inşallah gəl bura. Bu həmin həyətdə ikinci ev. Və operator zəhmət olunca yaxından çək. Can sağlığı ilə gəl yaşa. Bir dənə zəhmət olmasa. Və bu ikinci evimizdə də dostlar, kuxna mebeli, peçi, stolu, televizor, yəni sahibin dediyinə görə əşyalar qalır. Hər şey qalır. Ev çox möhkəm tikilir. Kəməri, yenə dediyim təkərçil olmasa, rigeri, yəni ev sahibi deyil, özüm üçün tikmişdim, bunu satmaq fikri ilə yox deyil. Ona görə dostlar, gəl, eyni təkrardır var. Bir dənə belə otaq, içində şkafı, kravatı. Operator bir dənə zəhmət olunca qapını göstər. Qapıları hamı təzə qəşəng. Hamı təzə salınıb. Bu da ikinci otaq. Bu da ikinci otaq. Və əziz dostlar, deməli inşallah sözümüzün canlı gəlir bura. Operator zəhmət olunca çək. Xala deyilik ki, zaten kiraya verə bilərsiniz. Yay, günlük kiraya verə bilərsiniz. Aylıq kiraya verə bilərsiniz. Yaşaya bilərsiniz. Bakılılara müraciət edirəm, yenə deyirəm, bax,
gözəl rayonlarımız, qalxın, səfalı qalxın, gözəl qalxın suyundan kim içmək istəyirsə, gəlib belə bir qəşəng evlərə kim sahib olmaq istəyirsə, inşallah əlaqə nömrəsi deyəcəm. 077 512 74 76 və yaxud da Ödərov səhifəsində yazıb 070 769 70 11 nömrəsinə əlaqə saxlayıb. Yəni inşallah Ramiz dairəsinə əlaqə saxlayıb. Bəli, dostlar, yəni kim görmək istəyirsə inşallah gəlib deyəcəksiniz, zəng eləyəcək, Turan qardaşı deyəcək, gətirib göstərəcək, ətrafını tanış eləyəcək. Dostlar, yenə deyirəm, möhkəm evlərdə, can sağlığı ilə yaşayacaq evlərdir. Gir yaşa, əsas qılavlı yoldan heç 70-80 metr içəri girirsən, burada oynadan istirahət mərkəzləri başlayır. İlusu, ora, bura gidirsən, çaylaqlar, çimərlik yerləri, daha ürəyin nə istəyir? Qışda buz kimi. Yayda da isti evlər, peçi, qazı, suyu, işığı, hər şey var. Dostlar, alana da, satana da Allah'tan xeyirlisi. Zəng gözünü gözləyirəm.